أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد اللهم المهدينا وسلم تسليما السلام عليكم ورحمة الله وبركاته. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. My dear Əziz sister bacım and və sahabəm companion Hadil Hadil Əl-Xuli Əl-Xuli Esselamu aleykum və və bu rahmetullahi gecə və bərəkatuh. burada iştirak edən All the faithful bütün mömin living kişi və men qadınlara proud salam tonight. olsun. Mövlam Əbasadi, bu axşam sizinlə birlikdə olmaq böyük bir şərəfdir və bu gecə çox xüsusi bir gecədir. Bildiyimə görə dünyanın dörd bir yanından möminlər sizdən yol göstərmək istəyiblər və öz-özlərinə sual veriblər. Əgər zamanın sahibi, dövrün elçisi bizimlə olsaydı, halal və haramı bilərdik, doğru yolu, nuru tanıyardıq. Mən də bu insanlardan biriyəm. Həmişə bu dəvətə gəlməzdən əvvəl öz-özümə sual verirdim. Əgər Peyğəmbər burada olsaydı, filan məsələ haqqında nə deyərdi? Filan mövzu barəsində nə söyləyərdi? Və biz kifayət qədər şanslıyıq ki, Allah bizi sizə, vəsiyyətin sahibinə, zamanın imamına yönəltdi. Dünyanın hər yerindən möminlər suallar göndəriblər. Bu gün bizə bu sualları sizə təqdim etmək və doğrunu yanlışı öyrənmək imkanı verdiyiniz üçün sizə çox təşəkkür edirik. İnşallah cavablarla aydınlanacağıq. Bu fürsət üçün çox təşəkkür edirəm. Allah sizi qorusun. Təşəkkür edirəm, Əbas Sadiq. Sualları mənə çatdırdığınız üçün sizə çox təşəkkür edirəm. Evdə bizi Peyk televiziyası və ya YouTube vasitəsilə izləyən bütün mömin kişi və qadınlara da Allahın salamı, rəhməti və bərəkəti olsun. İcazənizlə birinci sual ilə başlamaq istəyirəm. Bu sual qardaşımız Məhəmməd Mədandan gəlib. Sualı belədir. Salam, mənim Abbas İbn Əli haqqında bir sualım var. İmam Sadiqin onun haqqında dediyi kimi, doğrudanmı o bu qədər böyük şəxsiyyətdir? Əgər onun barəsində bilmədiyim başqa şeylər də varsa, zəhmət olmasa mənə deyin. Allah hamınızı qorusun. Təşəkkür edirəm. هل يمكنك أن تخبرني بها من فضلك؟ بارك الله فيكم جميعا وشكرا لكم. Al-Abbas ibn Ali aleyhissalam Abbas İbn Əli əleyhissalam yalnız İmam Sadiq əleyhissalamın sözlərinə görə deyil, bütün Əhl-i Beytin sözlərinə görə yer üzündə yaşamış ən böyük insanlardan biridir. O Kərbəlada İmam Hüseyn əleyhissalamı müdafiə edərkən və Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və aleyh Əhl-i Beytindən olan susuz ailə üzvləri üçün su gətirməyə çalışarkən zalım Yezid lənətullahi əleyh tərəfindən hücuma məruz qalıb şəhid oldu. O şəhid olduqdan sonra İmam Hüseyn əleyhissalam Hüseynin beli qırıldı dedi. Bu da göstərirdi ki, Abbas qardaşı Hüseynin onurğa sütunu idi. İmam Həsən və İmam Hüseyn hər ikisi Əli ibn Əbu Talib və Fatimə-i Zəhra əleyhissalamın övladlarıdır. Abbas ibn Əlinin anası isə Ümmülbənin idi. O, Əli ibn Əbu Talibin Fatimə-i Zəhra əleyhissalamın vəfatından sonra evləndiyi digər həyat yoldaşı idi. İnsanların çoxu Abbası şəhid Kərbəla hadisəsinin əsas fiqurlarından biri Əli ibn Əbu Talib əleyhissalamın oğlu İmam Hüseyn və İmam Həsənin qardaşı kimi tanıyır. Amma insanların bilmədiyi və Əhməd Əl-Həsənin bu dəvətində açıqladığı şeylərdən biri də budur ki, o belə buyurub, İmam Hüseyn ilə Abbas arasında Hüseynin Abbas üzərində höccət olmasından başqa bir fərq yox idi. Yəni, dərəcə baxımından Abbasın dərəcəsi Əhl-i Kisa əleyhissalam ilə eyni idi.
Bu yalnız onun bəzi inkarnasiyaları anlaşılarsa başa düşülə biləcək böyük bir sirdir. Belə ki, o İmam Sadiq əleyhissalamın zamanında Əbülxəttab olaraq inkarnasiya etmişdi. O İmam Sadiqin yaxın səhabələrindən biri idi. Və rəvayətlərə görə 70 digər səhabə ilə birlikdə şəhid olmuşdu. Bu 70 nəfərin hamısı reinkarnasiya etmiş peyğəmbərlər idi. O həmçinin tarixdəki ən böyük elçilərdən biri olan Məryəm oğlu İsa əleyhissalam kimi də inkarnasiya etmişdi. Daha əvvəl İlahi Sirlər Məktəbi verilişində demişdim ki, İsa əslində insan surətində inkarnasiya etmiş Cəbrail mələyidir. Beləliklə, Abbas əleyhissalam da Cəbraildir. O Cəbrail ki, Muhammed Peyğəmbərə nazil olmuşdu və kilsə hadisəsi zamanı əbanın altında daxil olan 6-cı şəxs idi. Bu səbəblə əba əhlinin üzvləri ilə eyni məqama malikdir. Çünki o, həqiqətən də onlarla birlikdə idi. Bunlar Abbas haqqında çoxlarının bilmədiyi bəzi şeylərdir. Həmçinin onu deyə bilərəm ki, o, bu dövrdə də inkarnasiya etmiş və Qaim əleyhissalamı dəstəkləyir. Onun həm də 9-cu Mehdi olaraq yer üzünə hökm edəcəyi dövrdə olacaq. Onun tarix boyu müxtəlif təzahürləri olub, ələxüsus da bütün peyğəmbərlərlə birlikdə olan baş mələk Cəbrail kimi. Həmçinin Fars mədəniyyətində Zərdüşt dinində müəllim kimi tanınır. O Zərdüştdə Ahura Mazda surətində görünmüş və ona dərs vermişdir. Bunlar da Abbas ibn Əli əleyhissalamın haqqında bəzi sirlərdir. Bu heyrətamizdir və Əhl-i Beytin əleyhissalam sözlərinin dərinliyi yalnız o zaman həqiqətən dərk edilə bilər ki, biz Əhl-i Beytlə əleyhissalam bir yerdə olaq, sizinlə bir yerdə olaq. Bu inanılmaz cavabdır və əminəm ki, bu sualı verən şəxs bu cavab qarşısında heyrətə gəlib. İndi isə növbəti sualımıza keçəcəyəm. Bu sual Əli Əl-Əsbəhidəndir. O soruşur: İcazənizlə, atam, siz bu çəkilişlər zamanı bir neçə üzük taxırsınız. Bu üzüklərin sayı və növü ilə bağlı bir məna varmı? بعد إذنك أبي هل هناك معنى لعدد الخواتم التي ترتديها في اللقاءات؟ Bir məna? Bəli, əlbəttə ki, mənası var. İmamın etdiyi hər şeyin bir mənası olur. Ona görə də gəlin bunu insanlarla bölüşək. Maşallah. Bu üzük, bu mənim nişan üzüyümdür. Çünki mən evliyəm. Deməli, bu məsələ budur. Bu üzüyə gəlincə, bu qırmızı Yəmən əqiqi üzüyüdür. Ətrafında da zümrüd daşlar var. Bu üzük mənə illər əvvəl back in the day when I was filming the Arrival series and it had The Arrivals Gələnlər serialını çəkəndə hədiyyə edilmişdi. Bu üzüyü mənə hədiyyə edən adam onu Afrikadakı müəyyən bir ölkənin rəhbəri olan birindən almışdı. Mən bu qırmızı əqiq üzüyünü taxıram, çünki bu bir sünnədir. Məhəmməd Peyğəmbər özü də belə bir üzük taxardı və möminlərə də Yəmən əqiqindən üzük taxmağı tövsiyə edərdi. Bu da Yəmən əqiq daşının özünə məxsus xüsusiyyətlərinə görədir. Bu daş sehrə qarşı qoruyucudur. Cinlərin hücumlarına qarşı qoruyur. Ümumiyyətlə insanı qoruyur. Çünki bu qırmızı Yəmən daşı bir dağdan gəlir. O dağ isə Allahın təkliyini
Muhammed sallallahu aleyhi və alihin Allahın elçisi olduğunu və Əlinin imamların, Mehdilərin Allahın höccətləri olduğunu ilk qəbul edən dağ idi. Bu üzüyü də taxıram. Bu üzük onyx üzüyüdür. Burada onyx daşı var. Bunu taxıram, çünki bu qara daşdır. Və Tövhid kitabında İmam Əhməd Əl-Həsən əleyhissalam qeyd etmişdi ki, bu qara daşın qaimlə xüsusi bir əlaqəsi var. Çünki qaim qara daşdır. İnşa edənlər tərəfindən rədd edilən künc daşıdır. Yəni, hörgünün əsas daşı, təməl daşıdır. Bu daş əvvəlcə ağ idi. Bəzi rəvayətlərdə deyilir ki, Adəm əleyhissalam cənnətdə olarkən onu təpikləmişdi. Sonra isə cənnətdən qovulduqdan sonra Allah bu daşı iki yerə endirdi. İnsanların günahlarına görə bu daş qara rəngə büründü. Bu Kəbənin yəmani küncündə yerləşən məşhur qara daşdır. Onyx daşı. Xüsusilə Yusif peyğəmbərlə əlaqələndirilir. İsrail kahinlərinin döş nişanlarında və başqa yerlərdə hər bir qəbilə bir daşla simvolizə olunurdu. Yusif isə onyx və ya qara daşla təmsil olunurdu. Bu üzüklə bağlı bir başqa cəhət də var. Bu üzükdə mənim dəvətimin müqəddəs möhrü həkk olunub. Bu altı gövşəli ulduzdur. Və bizə peyğəmbərlərdən miras qalan simvollardan biridir. Bu bizə Davud əleyhissalamdan miras qalıb. Bu İmam Əhməd Əl-Həsən əleyhissalamın möhrüdür. Bax, bunlar mənim taxdığım üzüklərdir. Mənim üçün çox dəyərli olan başqa üzüklər də var. Və düşünürəm ki, bu gün axşam onlardan birini göstərmək istəyirəm. Bu üzük mənim üçün çox önəmlidir. Bu üzük yəmani daşı olan xüsusi bir üzükdür. Bu alovlu, gözəl bir daşdır və çox əvvəllər çox dəyərli bir şəxsə məxsus olub. Mənə də xüsusi yollarla gəlib çatıb. Bu daşı özünə məxsus edən şey odur ki, içərisinə baxsanız və bəlkə rejissordan xahiş edək ki, onun şəklini çəkib videonun ortasında paylaşsın. Onun içində qan kimi görünən bir şey var və bu ona görə belədir ki, o qandır. Bu körpə Abdullahın qanıdır. O yerə axıb və sonra bu daşın içində qorunub saxlanıb. Bu torpaq parçası qiymətli daşa çevrilib. Bu qiymətli daş o vaxtdan bəri Əhl-i-Beyt imamlarında olub və bu gün mənə gəlib çatıb. Allahu Əkbər. Muhammed və Ali Muhammedə salavat. Çox təşəkkür edirəm, əziz Əba Sadiq. Üçüncü suala keçirəm. Bu sual Pakistandan, Ravalpindi şəhərindən Əl-Mustafi Əli adlı bir qardaş tərəfindən göndərilib. O deyir: Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Və sonra belə yazır: Həzrət, bu çox mühüm bir sualdır. Musiqinin halal və ya haram olması ilə bağlı sənəd və mətn baxımından səhih hədislər varmı? Bəziləri deyir ki, musiqi özü özlüyündə tamamilə haram deyil, lakin onu haram edən bəzi pis hallar var. Məsələn, kişi və qadınların qarışıq şəkildə iştirak etdiyi konsertlər və ya qadının ehtiras oyadan bir geyimdə oxuması və ya şirkə və küfrə səbəb olacaq, yaxud əxlaqsızlığa təşviq edən şeirlər söyləməsi.
Bəziləri isə deyir ki, musiqi aləti olmadan, məsələn, gitara və ya sitar olmadan, yalnız dillə oxunan mahnılar halaldır. Musiqi bu gün həyatın bir hissəsinə çevrilib. Bəs bu tamamilə tərk edilməlidir, yoxsa müəyyən musiqiləri dinləməyə və izləməyə icazə varmı? السلام عليكم ورحمة الله وبركاته. سيدي لدي سؤال مهم للغاية. هل هناك أحاديث مباركة صحيحة السند وصحيحة المتن تتعلق بجواز أو تحريم الموسيقى بشكل كامل؟ بعض الناس يقولون أن الموسيقى نفسها ليست محرمة تحريم مطلق، إلا أن هناك بعض الآثام التي تجعل الموسيقى محرمة، مثل الحفلات في بيئة مختلطة من الرجال والنساء. وبالمثل قد تغني امرأة وهي ترتدي فستانا يثير الشهوة، أو قد تكتب شعرا يتضمن كفرا أو شركا، أو قد تحرض على سلوك غير أخلاقي. ويقول البعض أنه إذا تم غناء أغنية فقط باللسان دون استخدام الآلات الموسيقية فذلك جائز، طالما أنه لا يتم عزف الجيتار أو الستار. لقد أصبحت الموسيقى الآن جزءا من الحياة، فهل من الضروري التوقف عن سماعها بشكل مطلق، أم أنه يجوز الاستماع إلى نوع معين أو مشاهدته؟ Okay. Thank you so much for that very important question, and it's a question I think that a lot Bu of çox people mühüm sual üçün sənə təşəkkür edirəm. Düşünürəm ki, bu bir çox insan üçün olduqca əhəmiyyətli bir məsələdir. Çünki bu gün musiqi cəmiyyətdə və dünyada hər yerdə mövcuddur. Haraya getsən, musiqi eşidəcəksən. İstər filmlərdə, istər küçələrdə, mağazalarda, dükanlarda, toy mərasimlərində və s. Bu məsələ uzun müddət mübahisə və fikir ayrılığına səbəb olub. İslam daxilində müxtəlif məktəblər və alimlər bu məsələ ilə bağlı bir-birinə zidd olan fətvalar veriblər. Və bu mövzunun bu qədər çaşdırıcı olmasının səbəbi aşağıdakılardır. Bizdə Muhammed və Ali Muhammeddən gələn bir çox rəvayət var. Onlar açıq şəkildə bildirirlər ki, oxumaq, musiqi və rəqs tamamilə haramdır. Və əgər kimsə bu şeylərlə məşğul olarsa, İslamdan çıxmış olur. Elə rəvayətlər var ki, musiqi alətləri barəsində danışarkən deyilir ki, onlar çalınarkən musiqi alətlərini belə çalınarkən sanki danışırlar və deyirlər ki, diqqətli ol, məni çalan şəxs, sən cəhənnəmə düşəcəksən və bu kimi ifadələr var. Və elə rəvayətlər var ki, musiqinin mənşəyindən, haradan gəldiyindən bəhs edir. Və onlar əsasən bildirirlər ki, musiqinin mənşəyi budur. İblis Adəmin vəfat etdiyi zaman yer üzündə gözlədi. Çünki unutma ki, İblisin Adəmə qarşı çox həsədi var idi. O, ona səcdə etməyi rədd etmişdi. Axırda isə İblis onu ağaca yaxınlaşmağa inandırdıqda hər ikisi cənnətdən qovuldular. Onlar hər ikisi yer üzünə endilər və İblis əsasən Adəmin həyatını cəhənnəmə çevirdikdən sonra onun ölümünü gözlədi. Və o, Adəm öldükdən sonra İblis o qədər sevinir, o qədər xoşbəxt olur ki, çıxıb bütün bu musiqi alətlərini yaradır və böyük bir şənlik təşkil edir. O, hər yer musiqi ilə doldurur və hər kəs bayram edir. O, Adəmin vəfatına duyduğu sevinç və xoşbəxtlik səbəbindən nəhəng bir musiqi bayramı təşkil edir. Və rəvayətdə deyilir ki, ondan sonra gələn bütün musiqinin mənşəyi buradan qaynaqlanır. Aydındır? Beləliklə, musiqi ilə bağlı problemli məsələ bu bəyanatlardır. Onun haram olması, mənşəyinin pis olması və onu çalan şəxsin cəhənnəmə gedəcəyinin deyilməsi. Amma digər tərəfdən, Quran tərəfindən təsdiqlənmiş müqəddəs kitablarda, məsələn, Tövrat və İncildə
Peyğəmbərlərin, Musanın, İsa'nın və Məhəmməd əleyhissalamın hekayələri var ki, orada onların əksini etdiyini, bunun əksini tətbiq etdiklərini görürük. Mənim demək istədiyim budur ki, məsələn, Tövratda Çıxış kitabında belə bir səhnə var. İsraillilər Qırmızı dənizi keçirlər və orada keçdikdən sonra deyilir ki, Miryam onlara mahnı və rəqs barədə başçılıq edir. Miryam xanım peyğəmbər və ya peyğəmbər səviyyəsində olan bir qadın idi. Həm də İsrail qadınlarının lideri sayılırdı. Onlar o qədər sevinirlər ki, təhlükəsiz şəkildə keçiblər və o mahnı oxuyub rəqs etməklə Allahı tərifləyir və bayram edir. Və onlar əylənirlər. Beləliklə həmin hadisə baş verir. Və bu Musanın həyatında olur, düzdür? Və bunu qadağan etmir, etiraz etmir. Bu yaxşı və ya salih bir şey kimi təsvir olunur. Tarixdə daha sonra başqa bir peyğəmbər, Davud peyğəmbər haqqında bir hadisə baş verir. Bu Bibliyada keçir. Əksər xristianlar bu hekayəni yaxşı bilirlər və bu hadisə demək olar ki, Davud haqqında çəkilən hər filmə daxil edilir. Hadisə belədir ki, o demək olar ki, bütün paltarlarını çıxarır, yalnız kətan parçası qalır. O yalan ayaq küçələrdə gəzir, ürəkdən rəqs edir, oxuyur və Allahı tərifləyir. O qədər xoşbəxtdir ki, bu hətta onun həyat yoldaşlarından birini utandırır və onun arvadı deyir, bu nə biabırçılıqdır, Davud nə edirsən, amma o peyğəmbərdir, məsumdur. Və bu, onun Tövratda qeyd edilən hərəkətləri idi. Beləliklə, Yahudi qanunlarında və Yahudi dinində buna əsasən rabbinlər bildiriblər ki, düzgün bir çərçivə daxilində, yaxud toy, ziyafət, bayram və ya ibadət kimi icma bayramları kontekstində oxumaq və rəqs etmək qadağan deyil. Və siz görəcəksiniz ki, orada mövcuddur. İndi bu hekayə xristianlıqda davam edir, hansı ki, Yahudilərin davamıdır və son axşam yeməyində baş verir. Son axşam yeməyi hadisəsində İsa Məsih İncilə görə şagirdlərinə deyir ki, mən sizinlə sonuncu dəfə bir yemək istəyirəm. O həvarilərlə oturur, yeyirlər, o çörəyi götürüb deyir, bu mənim bədənimdir. Sonra şərabı götürüb deyir, bu mənim qanımdır. Və yeməklərin sonunda deyilir ki, hamısı birlikdə oxumağa başladılar. Beləliklə, İsa və onun şagirdləri birlikdə oxuyurlar və sonra bağa gedirlər. Orada İsa həbs edilir. Aydındır. Beləliklə, burada görürük ki, Musanın bacısı qadınları mahnı oxuyub rəqs etməyə aparır. Davud isə ictimai şəkildə rəqs edib mahnı oxuyur. Biz həmçinin bilirik ki, Əhl-i Beytdən gələn rəvayətlərdə cənnətdəki ikinci ən gözəl səsin Davudun səsi olduğu bildirilir. O, həm də musiqi alətləri ifa edən biri kimi tanınırdı. Bəzən o musiqi alətlərini ifa edəndə bu ifalar şeytani ruhların təsiri altında olan Şaulu sakitləşdirirdi. Sonra Məhəmməd Peyğəmbər sallallahu aleyh var. Məhəmməd Peyğəmbərdən nəql olunan səhih rəvayətlər də var. Əvvəla bu səhih və səhih olmama elmi əslində heç doğru deyil. Amma buna baxmayaraq, müsəlmanların səhih hesab etdiyi bir neçə rəvayət var. Məsələn, Peyğəmbərin dövründə Əbu Bəkir etiraz edir, çünki bayram səhəridir və iki qız oxuyur, musiqi səslənir. Əbu Bəkir deyir, bu nədir? Rəsulullahın huzurunda şeytanın nəfəs alətlərini ifa edirlər. Rəsulullah isə ona deyir, sakit ol. Hər kəsin bir bayramı var və bu da bizim bayramımızdır. Yəni, qoy bayram davam etsin. Yaxud qoy qadınlar oxumağa və əylənməyə davam etsinlər. Çünki bu, möminlər olaraq bizim bayramımızdır, şənliyimizdir.
Başqa rəvayətlər də var ki, orada Muhammed Peyğəmbər həmçinin icazə verir ki, toylarda mahnı ilə birlikdə zərbə bənzər bir musiqi alətindən istifadə edilsin. Beləliklə, indi həm toylarda, həm də Muhammed Peyğəmbərin bayramlarında oxumağa və musiqiyə icazə verilmiş olur. Və buna görə də bu hallar baş verir. Bəzi insanlar deyirlər ki, burada əsas məsələ mahnının və ya bayramın kontekstidir. Yəni, bu xeyirli bir şeydir. Yoxsa xeyirli olmayan orada spirtli içki var ya yoxdur. Belə ki, bəzi mahnılara icazə verilir, bəzilərinə isə icazə verilmir. Və hətta çox məşhur olan, bəzi məşhur adlandırılan ayətullahlar tərəfindən verilən digər fətvalar da var ki, orada deyilir. Bunu tərk etmək daha yaxşıdır. Yəni, biz tam əmin deyilik. Amma ən etibarlı yol uzaq durmaqdır. Yəni, onlar tam əmin deyillər. İşin həqiqəti isə oxumaq, rəqs etmək və musiqi sözlərinin mənasında gizlənilir. İndi sizə Əhl-i Beyt əleyhissalamın sözləri haqqında deyə biləcəyim budur. Mən deyə bilərəm ki, Əhl-i Beyt əleyhissalam bəzi sözləri fərqli mənalarda işlədirdi. Və ya elə sözlərdən istifadə edirdilər ki, bu sözlər ümumi cəmaat üçün bir şey ifadə edərdi. Amma əslində onların altında başqa, xüsusi və ikinci bir məna olardı. Məsələn, elə bir vəziyyət olur ki, Əhl-i Beyt əleyhissalam deyir, mömin ərəbdir, ərəb olmayan isə kafirdir. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, yalnız ərəblər mömindir və bütün ərəb olmayanlar kafirdir və İslam yalnız ərəblər üçün gəlib? Xeyr. Bu sadəcə o deməkdir ki, kafir olan bir ərəb əslində ərəb sayılmır. Çünki ərəb sözü öz həqiqi mahiyyətində, əsl mənasında mömin deməkdir. Bəli. Nə demək istədiyimi başa düşürsən? Məntiqli gəlir? Bəli, bəli. Başqa bir rəvayətdə deyilir ki, mömin Haşimidir. Bəs Bəni Haşimdən olan kimdir? Bu sadəcə Məhəmməd Peyğəmbərin qanından gələnlər və ya qara əmmamə taxanlardırmı? Xeyr. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyh və Əhl-i Beyt deyir ki, mömin Haşimidir. Çünki o, haqqa sarılaraq batili məhv etmiş, onu əzmişdir. Yəni, bunun mənası fərqlidir. Bu, həmçinin qinanın, yəni oxumağın mənasına da aiddir. Oxumaq, əxlaqsızlığa açıq-aşkar davranışları, haramı qızışdıran və təşviq edən bir şeydir. Harama təşviq edən hər nə varsa, bu qina və ya oxumaq sayılır, elə deyilmi? Rəvayətlərdə bəhs edilən və icazə verilməyən oxumaq da məhz budur. Amma bu deyilənlərdən başqa hər şey icazəlidir. Məsələn, ilahilər oxumaq, təriflər söyləmək, ümumiyyətlə oxumaq nə deməkdir? Oxumaq sözü nə mənaya gəlir? Bu qafiyəli sözləri melodik şəkildə ifadə etmək deməkdir. Əgər tərif bu cürdürsə, o zaman Quranın özü də oxumaqdır. Elə isə əgər mahnı bu deməkdirsə, o zaman Əhl-i Beytin bəzi səhabələrini ruhlandırmaq üçün oxunan şeirlər də bu qəbildəndir. Məsələn, İmam Rıza əleyhissalam zamanında yaşamış və daima Əhl-i Beyti tərifləyən məşhur şair Dibəl. İmam onu bu işi davam etdirməyə təşviq edirdi. Bəs bu da mahnı sayılmazmı? Doğru ya yanlış? Yaxşı, bəs şiə kanallarında yayımlanan bu lətmiyyələr, ağılar, videokliplərlə təqdim olunan mərsiyələr, onlar da mahnı deyilmi? Əgər tərifi əsas götürsək, bu da mahnıdır, elə deyilmi? Deməli, buradan belə çıxır ki, iki cür mahnı var. Biri şeytanın, iblisin və haram əhlinin mahnısı, digəri isə Allahın əhlinin mahnısı. Beləliklə, açıq aydındır ki, burada iki fərqli növ oxumaq mövcuddur. Bir tərəfdən şeytanın, iblisin xalqının, haram əhlinin, küfr əhlinin oxuması var.
digər tərəfdən isə Allahın əhlinin oxuması var. Hətta müqəddəs kitabda və digər rəvayətlərdə mələklərin göylərdə Allahı tərifləyərək mahnı oxumasından bəhs olunur. Bu halaldır, digər isə haramdır. Əxlaqsızlıq, ehtiras, cinayət, qarət və ya zina etməyə təşviq edən və ya söyüşlərlə dolu musiqilər bunlar haramdır. Həmçinin Bibliyada çoxlu rəvayətlər və ayələr var ki, mələklərin səmada Rəbbə tərif oxuduqlarından danışır. Elə deyilmi? Odur ki, biri halaldır, digəri isə haram. Əxlaqsız, açıq-saçıq, həvəsi qızışdıran, adamı soyğunçuluğa, qətl törətməyə, zinaya sövq edən və ya nalayiq sözlərdən istifadə edildiyi musiqi, mahnı, rəqs hamısı haramdır. Yaxşı və digər bütün musiqilər halal sayılır. Və bəlkə də bu dəvətdə olmayanlar üçün bu çox şey ifadə etməz. Amma bilinməyən 124 min peyğəmbər olub. Yəni insanlar onların peyğəmbər olduqlarını bilmirdilər. Onların arasında Aristotel, Sokrat, Platon, Pifaqor və Yunanistan və Roma dövründə yaşamış digər filosoflar da var. Onlar musiqinin ruhu dincəltdiyi, ruha enerji verdiyi və ya öz-özlüyündə ibadət forması olduğu barədə çox danışıblar. Bu sənə məntiqli gəlir? Əlbəttə, bəli. Və hesab edirəm ki, xüsusilə bu sual bir çox insanın düşündüyü məsələdir və indi artıq insanlar üçün hədislərin bütövlüyünü və onların daha dərin mənasını aydın və asanlıqla anlamaq çox rahat olacaq. Allah səni qorusun, Hadi. Növbəti suala davam edirəm. Bu sual Hüseyn Əlidəndir. O deyir: Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun. Mənim bir sualım var. Əgər ata və ana övladları ilə maraqlanmırlarsa, nə rahatlıqda, nə də çətinlikdə onun halını soruşmurlarsa, bu halda övladın onlara qarşı mövqeyi necə olmalıdır? وبيسأل السلام عليكم ورحمة الله وبركاته. عندي سؤال: إذا كان الأب والأم غير مهتمين لأمر ولدهم ولا يسألون عنه في السراء والضراء، ما موقف الولد تجاههم؟ Baxın, valideynlərimizə qarşı olan vəzifələrimiz barədə bildiklərim bunlardır. Biz bilirik ki, Muhammed və Ali Muhammed əleyhissalam buyurublar ki, cənnət ananın ayaqları altındadır. Onlar həmçinin bildiriblər ki, əgər analarımıza bizi bətnində keçirtdiyi bir gecənin əvəzində dünyanı və onun içindəkilərin hamısını versək belə kifayət etməz. Biz həmçinin bilirik ki, Əhl-i-Beyt əleyhissalam Muhammed peyğəmbərdən yer üzündə ən çox kimi sevməlik deyə soruşulduqda belə cavab verib: ən çox ananı sevməlisən, sonra ananı, sonra yenə ananı, ondan sonra atanı. Biz bilirik ki, bir gün atası bir gənci Allah Rəsulunun yanına gətirdi. Qoca kişi çox yaşlı olduğuna görə əlindəki əsaya söykənərək yeriyirdi. O peyğəmbərə şikayət edərək dedi: Ey peyğəmbər, mən güclü idim, o isə zəif. Mən varlı idim, o isə kasıb. İndi mən zəifəm, o isə güclü. Mən kasıbam, o isə varlı. Mən varlı olanda nə pulumu ondan əsirgədim, nə də gücümü. Amma indi o varlı və güclüdür. Məni nə soruşur, nə də mənə kömək edir. O an Muhammed peyğəmbər ağladı. O qədər ağladı ki, rəvayətdə deyilir ki, onun ətrafında olan hər kəs peyğəmbərin ağlamasını eşitdi. Və o gəncə üz tutub dedi: Sən də, malın da atanındır. Sən də, malın da atanındır. Ona görə də məncə valideynlərimizin bizi soruşub-soruşmamasından, bizim onlara yaxşı və ya pis valideyn kimi baxıb-baxmamağımızdan asılı olmayaraq,
Bu məsələdə məsuliyyət bizə aiddir. Yəni biz borcluyuq ki, valideynlərimizə, həm anaya, həm də ataya yaxşılıq edək. Onları soruşub hal-əhval tutaq, onlara qayğı göstərək. Bizi bu vəzifədən azad edən sadəcə bir hal var. O da valideynlərin Allah və Rəsuluna olan itaətimizi yerinə yetirməyə mane olmaq istəmələridir. Bundan başqa bütün hallarda bizim mövqeyimiz valideynlərimizə qarşı salih və itaətkar olmaqdır. Bir rəvayətdə deyilir ki, özündə bəyəndiyin hər şey atandan gəlir. Bəli, doğrudur. Oldu? Çox sağ ol, Nəba Sadiq. Çox sağ ol, Hadil. Növbəti suala keçirəm və bu sual Muhammed Əl-Salih tərəfindən verilib. Əslində bu bir yuxu və ya gördüyü bir vizyon haqqındadır. O belə başlayır: Salam olsun sizə. Hakimiyyət Allahındır, rəhbərlik Allaha məxsusdur və beyət Allahadır. Salam olsun mənim Mövlam və Rəbbim Əba Sadiqə. Mən gördüyüm şey haqqında danışmaq istəyirəm. Yuxuda gördüm ki, Yəmənə doğru gedirdim və biz 17 nəfər idik. Qara dərli bir kişi bizə imamlıq edirdi. O, klassik ərəb dilində danışırdı və danışığı axıcı idi. Yuxunun başqa bir hissəsində özümü Yəməndə gördüm və Misir piramidaları bizim arxamızda idi. 17 nəfərdən 5-ini tanıdım və Mövlam Əba Sadiqə əleyhissalam 2 dəfə beyət etdim və mənim həyatım və ölümüm bu beyətin üzərindədir. Çox sağ ol, Nəba Sadiq. السلام على سيدي مولاي أبا الصادق. أريد أن أتكلم بما رأيت نفسي بالمنام، أي الرؤية أني متجه إلى اليمن، وكنا 17 رجلا، وصلى بنا رجلا أسمر ويتكلم بالفصحى وهو طليق اللسان. وفي المنام مرة أخرى أجد نفسي باليمن وخلفنا أهرامات مصر، وعرفت من 17 رجلا 5 رجال، وأنا أعلن بيعتين لمولاي أبا الصادق عليه السلام وعليها حياتي ومماتي. Yuxuda mənə 2 dəfə beyət etdiyinə görə yuxunun mənası budur ki, əvvəlcə iman gətirəcək, sonra inkar edəcək, daha sonra isə yenidən iman gətirəcək. Beləliklə o mənə 2 dəfə beyət etmiş olur. Təşəkkür edirəm, Hadil. Bir bacıdan sual var. Adı Nur Əlidir. O deyir: Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Salamlarımı çatdırıram, əziz atam Əba Sadiq. Əziz atam, zəhmət olmasa mənə cavab ver və mənim ağlımı aramlaşdır. Mən hicrət edib sənin yanına getmək üçün ərimdən boşanmaq istəyirəm. O inadkardır. Bu mübarək dəvəti qəbul etmir və anlamır. Bəzən danışanda məni lənətləyir və bu mübarək dəvəti lənətləyir. Mən artıq boşanmağa qərar vermişəm. Boşanmalıyam mı? Bu işin nəticələrini bilmirəm. O, inadkar və kafir olaraq qalacaqmı? Hər dəfə boşanmaq istəyəndə bir şey mane olur. Zəhmət olmasa, ey çaşqınlıqda olduğum vaxtlarda mənim rəhbərim, əziz atam, yol göstər. Əvvəllər bir işim olanda istixarə edirdim. Amma səni tanıdıqdan sonra, əziz atam, sən mənim rəhbərimsən. Zəhmət olmasa, əziz atam, mənə cavab ver. Atanın, Əhməd Əl-Həsənin haqqı üçün məni çaşqınlıqda qoyma. Günahlarımı bağışla, əziz atam. أريد تطليق زوجي لأجل الهجرة إليك. هو معاند لا يستجيب للدعوة المباركة ولا يتفهم، وأحيانا إذا تكلمت يلعني ويلعن الدعوة المباركة. وقررت الطلاق. هل أطلقه؟ لا علم لي بعاقبة الأمور. هل سيبقى على عناده وكفره؟ كل ما نويت الطلاق صار أمر يمنع ذلك. أرجو أن ترشدني يا مولاي يا دليل المتحيرين. سابقا لما كان عندي أمر ما ألجأ للاستخارة، لكن بعد ما عرفتك يا مولاي أنت دليلي. أرجوك يا مولاي رد علي، لا تخليني حائرة بحق أبيك أحمد الحسن. سامحني يا مولاي لتقصيري. Çox vaxt insan dəvətə iman gətirəndə əvvəlcə ailə üzvlərindən müqavimət görür.
Ailə üzvləri ya qəzəbdən, ya da həyat yoldaşına görə narahat olduğundan belə düşünür, davranır və ya danışırlar. Düşünürəm ki, başlanğıcda müəyyən dərəcədə müqavimət normaldır. Səbr çox vaxt böyük bəhrələr verir. Bizdə çox nümunələr var ki, insanlar bu dəvətə daxil olublar, həyat yoldaşlarına qarşı səbirli olublar və sonra həyat yoldaşları bu dəvətə qoşulublar. Lakin bir insan elə biri ilə evli ola bilər ki, o küfründə israr edər. Bu sualı verən qadının halında olduğu kimi, yəni bu inanclı qadın bildirir ki, onun əri küfründə israr edir və bəzən dəvətə və ya imama qarşı söyüşlər yağdırır. Bu halda həmin şəxs nasibi, yəni Allaha və onun rəsuluna və dəvətə qarşı qəlbində düşmənçilik və nifrət bəsləyən bir şəxs hesab olunur. Və bu halda İmam Sadiq əleyhissalam Həftüş Şərif kitabında qeyd olunan bir rəvayətdə açıq şəkildə bildirib ki, əgər bir qadın bir möminin yanına gəlib ona desə ki, ərim nasibidir, ərim dəvətə, imama, bu dinə nifrət edir, mən ondan boşanmaq istəyirəm. O zaman həmin mömin qadının boşandığına şəhadət verməlidir. Yəni, bu o deməkdir ki, əgər ər israrla küfründə qalırsa, qadın onun razılığına ehtiyac olmadan avtomatik şəkildə ondan boşanmaq hüququna malikdir. Bunun səbəbi budur ki, Allah Taala Quran-Kərimdə buyurur: Allah heç vaxt kafirlərə möminlər üzərində üstünlük verməz. Əgər yuxarı əl inkar edən bir kişinin əli, aşağı əl isə iman gətirən bir qadının əlidirsə, o zaman Allah bu inkarçı əli onun üzərindən götürür. From being above that believing woman. Why? Because God said in the Holy Quran, He will never allow the disbelievers to have an upper hand over the believers. Sübhanallah. Deməli, onun imanı onu azad etdi, onu xilas etdi. Onun imanı onu azad etdi və əgər o səbr etmək qərarına gəlsə, bu ona qalmış bir məsələdir. Yox, əgər o dərhal boşanmaq qərarına gəlsə, o zaman mən və möminlər cəmiyyətinin qalan üzvləri şahidlik edirik ki, o artıq boşanıb. Başqa bir sualla davam edəcəyəm. Bu dəfə bir qrup qardaşdan, əslində 4 qardaşdan gələn sualdır. Onlar belə deyirlər: Rəhmin və rəhim olan Allahın adı ilə. Allahın salamı üzərinə olsun. Ey höccət, ey mağara, Mövla, biz Manchesterdən 4 qardaşıq və bu 4-ümüz adından bir müraciətdir. Biz çarəsizik və sənin yanına qaçmaq istəyirik. Zamanımızı sənə xidmətə həsr etmək istəyirik. Və bu dəccaliyyət sistemindən qaçmaq istəyirik. Sənin himayəndə olmaq və sənin həqiqətinin bir parçası olmaq istəyirik. Yaşadığımız bu həyatı tərk etmək istəyirik. Ruhlarımızı və həyatımızı məhv edirik. Vəziyyətimiz və şəraitimiz fərqlidir. Arvadlarımız və övladlarımız xaricdədir. Onları da yanımızda görmək istəyirik. Lakin biz sənin xidmətində birləşmişik. Bütün qəlbimizlə istəyimiz budur ki, bu saxta sistemdən və dünyadan qaçaq. Sənin sıralarında olaq. Əziz Mövla, mömin kişi və qadınlarla birlikdə sənin xidmətində olaq. Biz yaxşı çobana ehtiyacı olan itmiş qoyunlarıq. Biz bir mağaraya ehtiyacı olan gənclərik. Biz ataya ehtiyacı olan uşaqlarıq. Biz həyata qovuşmaq istəyən ölülər kimiyik. Biz bağışlanmaya ehtiyacı olan günahkarlarıq. Bizi bu yola yönəlt. Ey parlaq ulduz, bizi bağışla. نحن 4 إخوة من مانشستر وهذه رسالة موحدة. نحن في حاجة ونريد الهجرة إليك. نريد أن نكرس وقتنا لخدمتك ونرغب في الهروب من نظام الدجال هذا. نريد أن نكون تحت جناحك وأن نكون جزءا من حقيقتك. نريد أن نترك هذه الحياة التي نعيشها فنحن نهدم أرواحنا وحياتنا. أوضاعنا وظروفنا مختلفة. لدينا زوجات وأطفال في الخارج ونريدهم أن يكونوا معنا
لكننا متفقين في أننا نريد أن نكون في خدمتك. هذا هو جل ما تريده قلوبنا، أن نهرب من هذا النظام والعالم الزائف. نتمنى أن نكون في صفوفك يا سيدي، وأن نكون بين الرجال والنساء المؤمنين في خدمتك. نحن خراف ضالة بحاجة إلى الراعي الصالح. نحن شباب بحاجة إلى الكهف. نحن أبناء بحاجة إلى أب. نحن كالموتى نريد الحياة. نحن خطاة بحاجة إلى المغفرة. دلنا إلى الطريق أيها النجم الساطع واغفر لنا. والسؤال من خادم وياسف وهاشم ومحمد. Assalamu alaikum wa rahmatullahi wa barakatuh to those four brothers. Bizə müraciət edən bu 4 qardaşa Assalamu aleykum və rəhmətullahi və bərəkatuh deyirəm. Və düşünürəm ki, onlara və eyni zamanda bu arzuda olan hər kəsə demək istədiyim budur ki, bu yüngül qəbul ediləcək bir qərar deyil. Çünki bu yol peyğəmbərlərin yoludur. Bu imamların yoludur. Bu yol peyğəmbərləri və imamları dəstəkləməyi seçmiş şiələrin yoludur. Bu, bir daha geri baxmadan bütün həyatını həsr etmək üçün bağladığın bir əhd və beyyətdir. Bu bir rahib olmaq istəyən bir şəxsin və ya məsələn, xristianlıqda ömür boyu Məsihə xidmət etmək üçün subaylıq andı içmək istəyən birinin verəcəyi qərar kimidir. Bu, burada baş verən və bizimlə birgə olan qadın və kişilərin bağladığı əhdin bənzəridir. Və bu yalnız o zaman ədalətli olar ki, Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, mənim yanımda olan mömin qadın və kişilərə yalnız onların etdiklərini etməyə hazır olanlara qoşula bilərlər. O kəslər ki, dünyanı rədd edər və ömürlərini öz zamanlarının imamına həsr edib, onun yanında dayanarlar. Bu isə o şəxslərin bura gəlməzdən öncə bu dəvətin haqq olub olmadığı barədə tam əminlik içində olmalarını tələb edir. Onlar araşdırma mərhələsini keçməlidirlər. Şək və tərəddüd mərhələsini arxada qoymalıdırlar. Yəqinlik mərhələsinə çatmalıdırlar və bilməlidirlər ki, bu həqiqətdir. Çünki əgər gəlib sonra geri dönsələr, bu gəlməmələrindən daha pis olacaq. Kim ki, bura gəlib mənə qoşulur və sonra ayrılır, o İmam Hüseyn əleyhissalamı və onun ailəsini İraqa çağıran, sonra isə Yezidə qarşı mübarizənin başlanmasından az öncə gecəni örtük edib qaçan adam kimidir. Yadımdadır ki, bir gün bir nəfər Əhməd Əl-Həsən əleyhissalama sual verdi. İmam Hüseyn əleyhissalam o şəxslərə verdiyi icazə barədə, yəni gecənin örtüyü altında oranı tərk etməyə icazə verdiyi şəxslər haqqında soruşdu. Və Əhməd Əl-Həsən əleyhissalam belə cavab verdi. Onların hamısı cəhənnəmdədir. Onların heç biri cənnətdə deyil, heç biri. Onların hamısı İmam Hüseynin şəhadətinin məsuliyyətini daşıyır və paylaşır. Və mən bu kimi suallar verən hər kəsə çox açıq, dürüst və səmimi şəkildə deyirəm ki, əgər mənə qoşulmaq istəyirsinizsə, əgər siz mənimlə olmaq istəyirsinizsə, mənim həyat yoldaşımla, uşaqlarımla, dostlarımla, qardaşlarımla, bacılarımla, dəyər verdiyim insanlarla, onların övladları ilə bir yerdə olmaq istəyirsinizsə, nüfuzunuzun yerlə bir olmasına hazır olun. İnsanların düşmənçiliyinə hazır olun. Sınaqlara və müsibətlərə hazır olun. Kasıblığa hazır olun. Bu qapıdan təvazökar şəkildə, heç bir gözlənti olmadan keçin. Mənə doldurulmağa hazır olan boş bir qap kimi gəlin. Keçmişində dəvət haqqında həqiqətin necə olması və batilin necə görünməsi ilə bağlı öyrəndiyimiz bütün gözlənti və düşüncələri başınızdan çıxarın. Çünki bura gəldikdə bu anlayışların bir çoxu alt-üst olacaq. Və dolu olaraq gələn bir insan, yəni artıq özündə əvvəlcədən fikir və düşüncələrlə gələn birisi, yalnız müəyyən bir yerə qədər dözə bilər. Sonra o stəkan qırılıb dağılacaq. Mən insanlara içmək üçün su vermirəm.
Qaimin verdiyi elm qatı bir yağdır. Bu, yalnız pak olanların toxuna biləcəyi Qurandır. Bu, yalnız bir nəbi, rəsul, müqərrəb mələk və ya Allahın qəlbini imanla imtahan etdiyi bir möminin daşıya biləcəyi bir dəvət və elmdir. Ona görə də əgər onlar özlərini bu cür görürlərsə və bu dəvət uğrunda həyatlarını fəda etməyə hazırdırlarsa, əgər öz çarmıqlarını çiyinlərinə götürüb mənimlə birlikdə Kərbəlaya getməyə hazırdırlarsa, əgər zərr aləmində onlardan alınan əhdin məsuliyyətini daşımağa və onun yerinə yetirməyə hazırdırlarsa, onda nəyi gözləyirlər? Onlar artıq burada olmalı idilər və gəlmək üçün heç bir icazəyə ehtiyacları yoxdur. Belə insanlar sadəcə gəlib çıxırlar. Əgər bizə bütün dünyaları, var olan hər şeyi bir tərəfə, səninlə olan həyatı bir tərəfə versələr belə, tərəddüd etmərik. Çünki bu tək yoldur. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Əgər bir əlimizə bütün aləmləri, var olan hər şeyi versələr, bir əlimizə də sizinlə olan həyatı versələr, biz heç düşünmərik belə. Çünki bu yeganə yoldur. Bir şey də əlavə etmək istərdim. Bilirsiniz, Əhl-i Beytdən Qaim və onun əshabı haqqında rəvayətlər var. Və rəvayətlərdə Qaimin əshabı ilə bağlı bir çox müxtəlif hallardan bəhs olunur. Elə hallar olacaq ki, Qaimin əshabı dindən dönəcəklər və ondan qaçacaqlar, sonra isə geri dönəcəklər. Və ya yeni insanlar ona beyət edəcəklər. Və rəvayətlərin açıq şəkildə bildirildiyi bir şey də budur ki, Qaimin əshabının dərəcəsi onun nə qədər tez qoşulmalarına görə müəyyən olunur. Yəni, birinci gələnlər ən fəzilətli olanlardır. Onlardan sonra gələnlər ikinci dərəcəlidir və bu qayda ilə davam edir. Növbəti sual Maya adlı bir bacıdandır və o soruşur, atanıza salam olsun. 4 atlı deyilən bir şey varmı? Çox sağ ol. Əba Sadiq. هل هناك شيء اسمه الفرسان الأربعة؟ والسؤال من مايا. Bəli, 4 atlı adlanan bir anlayış mövcuddur. Və onlara qiyamətin 4 atlısı deyilir. Onlar Vəhy kitabında qeyd olunublar. Bu 4 atlı və atlar müxtəlif rənglərdədir. Birinci at ağ rəngdədir. Ağ at fəthi təmsil edir. Və bu ata bir fatih minir. Onun başında tac var və o, yer üzündə dolaşıb fəth etmək və qalib gəlmək üçün səlahiyyətlə göndərilib. İslam rəvayətlərində bu atlı Mehdi olaraq tanınır. Bəzi xristian rəvayətlərində isə onu İsa hesab edirlər. Bu birinci atlı həm kafirlər üçün bir əzab, həm də möminlər üçün bir rəhmət və xilas sayılır. The first horseman is considered to be a punishment on the disbelievers and a blessing and relief for the believers. İkinci atlı isə qırmızı rəngdədir və o, müharibəni simvolizə edir. Bu atlı irəliləməyə icazə aldıqda, bu o deməkdir ki, Allah bütün yer üzündə və ya bütün planetdə müharibəyə icazə verir. Üçüncü at qara atdır. Bu at aclığı simvolizə edir. Qida yoxdur, qiymətlər bahadır. İqtisadiyyat çökür. Bu atlı yer üzündə çıxmağa icazə aldıqda, bu o deməkdir ki, Allah bu cür əzabın, yəni yemək, su və qıtlığın bütün dünyaya yayılmasına icazə vermişdir. Sonuncu atlı isə solğun rəngli atın üstündə gəlir və həmin atlının adı ölümdür. Bu zaman ölüm dünyaya yayılır və bəzi rəvayətlərə görə yer üzündəki insanların 1/4-ni müxtəlif yollarla məhv etmək üçün ona icazə verilir. Digər rəvayətlərdə isə bu rəqəm 1/3 və ya hətta 3/2 göstərilir. Deməli, bunlar 4 atlıdır. Onlar dünyaya gələn müxtəlif cəzaları simvolizə edirlər. Və qeyd etdiyim kimi, onların rəngləri ağ, qırmızı, qara və solğundur. Və bəzi rəvayətlərdə bu solğun rəng əslində
daha çox yaşıl çalara malikdir. Onlar fəthi, müharibəni, aclığı və nəhayət ölümü simvolizə edirlər. Allah səni qorusun. İndi xaricdəki ənsarlardan sonuncu suala keçəcəyəm. Sual verən deyir: "Axşamınız xeyir. Mənim sünnilər və şiələr arasındakı əsas məsələ ilə bağlı bir sualım var. Yəni peyğəmbərin həyat yoldaşı Ayşə və onun səhabələri Əbu Bəkir və Ömər haqqında. Onlar onları təhqir edirlər. Sizin bu barədə fikriniz nədir?" وهي قصة زوجة النبي عائشة وأصحابه أبو بكر وعمر فهم يشتمونهم ما رأيك؟ My opinion is that we should always engage in respectful discourse. Mənim fikrim budur ki, biz həmişə hörmətlə və ədəblə müzakirə aparmalıyıq. Və düşünürəm ki, nə biz, nə də özünü mömin sayan heç kəs digər məzhəbin müqəddəs saydığı və lider kimi qəbul etdiyi şəxslərə qarşı söyüş və ya pis sözlər işlətməməlidir. Biz bu cür davranışlara tamamilə qarşıyıq, amma bu o demək deyil ki, biz həmin şəxsləri yaxşı insanlar kimi qəbul edirik. Biz Əbu Bəkir, Ömər və Osmanın Allah tərəfindən təyin olunmadığına və adlarının Peyğəmbərin vəsiyyətində qeyd edilmədiyinə inanırıq. Biz inanırıq ki, Muhammed Peyğəmbər özündən sonra xəlifə olaraq Əli ibn Əbu Talib əleyhissalamı təyin etmişdir. Bu barədə Peyğəmbərin əhl-i beytindən və yaxın səhabələrdən gələn rəvayətlər o qədər çoxdur ki, göz ardı edilə bilməz. Qədirxum hadisəsi tək başına bu məsələyə dair yetərli dəlildir ki, Peyğəmbər salawatullahdan, Peyğəmbərdən sonra haqq xəlifə Əli ibn Əbu Talibdir. Ondan sonra isə 11 imam gəlməlidir. Qədirxum hadisəsi tək başına bu məsələyə dair yetərli dəlildir ki, Peyğəmbərdən sonra haqq xəlifə Əli ibn Əbu Talibdir. Ondan sonra isə 11 imam gəlməlidir. Sonra isə 12 Mehdinin gələcəyi bildirilir. Bu səbəbdən bundan sonra xilafət taxtına əyləşən hər kəs haqqı olmayan bir məqamda oturmuş bir qəsbkar sayılır. Peyğəmbərin zövcələrinə gəldikdə isə biz Allahın dediyinə inanırıq. Allah nə deyib? Allah Ayşə və Həfsəni qınayıb. Onları Nuhun və Lutun arvadları ilə müqayisə edib. Quran deyir ki, onların arvadları onlara xəyanət etmişdi. İmam Sadiq əleyhissalam buyurub ki, bu xəyanət çox pis formada baş verib. Buna görə də biz inanırıq ki, bu ayədə edilən müqayisə Ayşə və Həfsənin Peyğəmbərə qarşı çox pis bir iş gördüklərinə işarə edir. Quran deyir ki, əgər o ölsə və ya öldürülsə, Əhl-i Beyt əleyhissalam deyir ki, o öldürüldü. Sünni rəvayətlərinə görə də o yəhudi bir qadın tərəfindən zəhərlənərək öldürülüb. Problem orasındadır ki, bu zəhərlənmə hadisəsi Peyğəmbərin ölümündən 1-2, bəzən 3 il əvvəl baş vermişdi. Amma heç kim zəhərlənmədən bu qədər uzun müddət sonra ölməz. Digər rəvayətlər də var ki, Ayşə və Həfsənin ataları
Əbu Bəkir və Ömərlə birgə peyğəmbəri zəhərləyərək öldürmək üçün sui-qəsd planı qurduqlarını bildirir. Və bu səbəbdən şiələr və ya Həfsə və ya Ayşəyə lənət edənlər onlara lənət oxuyurlar. Çünki bu rəvayətlərə görə onlar peyğəmbəri qətlə yetirmiş və ona bu dərəcədə xəyanət etmişdilər. Və onların o qədər də yaxşı olmadıqlarının başqa bir təsdiqi isə baş vermiş böyük bir döyüş idi. Bu döyüş Cəməl döyüşü idi. Və bu döyüşdə müsəlmanlar arasında böyük bir qırğın baş verdi. Təsəvvür edin ki, Peyğəmbərin bütün səhabələri müsəlmanları öldürür. Onlar bir-birinə hücum edirlər, bir-birlərini qırırlar. Ata oğula, qardaş qardaşa qarşı vuruşur, döyüş gedir. Bir tərəfdə Əmir-əl-Möminin Əli ibn Əbu Talib əleyhissalam var idi. Və on minlərlə müsəlmana rəhbərlik edirdi. Digər tərəfdə isə ona qarşı olan ordunun başında Peyğəmbərin həyat yoldaşı dayanırdı. O bir dəvəyə minmişdi və Əli ibn Əbu Talibə və onun səhabələrinə qarşı döyüşürdü. Halbuki Peyğəmbər açıq-aşkar bildirmişdi ki, haqq Əli ilədir, Əli də haqq ilə. Və Peyğəmbər aydın şəkildə bəyan etmişdi ki, o və Əli eyni nurdan yaranıblar. Və onun əməlləri və sözləri Əli ibn Əbu Talibin sözləri və əməlləridir. Və Əli ibn Əbu Talibin sözləri və əməlləri Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin sözləri və əməlləridir. Hətta Əli ibn Əbu Talib cənnət gənclərinin ağaları olan Həsən və Hüseynin atası olduğu halda yenə də ona qarşı vuruşmağa çıxdılar. Və bu bəzi xüsusi rəvayətlərlə yanaşı onlara çox da bir üzr yeri qoymur. Həmin rəvayətlərə əsasən Rəcəb zamanı qiyam hadisələrində Qaim Peyğəmbərin bəzi zövcələrindən, artıq o inkarnasiyada onun zövcələri olmayanlardan intiqam alacaq. Vəsiyyətin özündə də çox önəmli bir ifadə var ki, orada Peyğəmbər İmam Əliyə belə deyir: Sən əhl-i beytin və qadınların üzərinə, onlar diri və ölükən vəsimsən. Kimi saxlasan sabah məni tapar və kimi boşasan mən ondan bəri olaram. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Ona görə də bu ifadənin vəsiyyətdə yer alması bir qədər qəribə görünür. Çünki Peyğəmbərin vəfatından sonra bəzi zövcələrinin dəvəyə minib İmam Əli ibn Əbu Talibə müsəlmanları qızışdırdıqlarını görürük. Bu mövzu ilə bağlı o qədər çox rəvayət var ki, bir görüşdə onların hamısını danışmaq mümkün deyil. Çoxlu rəvayətlərdə bildirilir ki, bəzi zövcələr Fatimə-i Zəhra əleyhissalama qarşı çox kobud və təhqiramiz davranırdılar. Ona qarşı qısqanclıq hissi ilə dolu idilər. Onu incidirdilər, ağladırdılar və bu kimi bir çox hadisələr baş verirdi. Bəli, çox sağ ol Nəba Sadiq. Bu aydın cavab üçün. Bunlar xaricdəki möminlərdən gələn bütün suallar idi. Sizə çox təşəkkür edirik.